Sonra jurnalist sual verir ki, bəs sizin partiyanın millət vəkilləri hansısa qanunla bağlı tutacağı bir mövqeyi əvvəlcə də partiyasında müzakirə edirlərmi? Axı çünki biz bilirik ki, parlamentdə güya ki bir neçə müxalifət partiyası var, halbuki hamısı iktidarın, nazirlərin təsiri altındadır və heç biriləri müstəqil deyirlər. İndi jurnalist sual verir. Sabir Rüstəmxanlı isə görün nə deyir? Deyir ki, bizdə qanunların hamısını müzakirə etmək olmur partiyada. Çünki bəzən gedirsən Milli Məclisə, görürsən ki, qanun artıq qəbul olunub. Yəni, baxın, yenə də deyirəm, bu Sabir Rüstəmxanlının etiraflarıdır. Yəni, Sabir Rüstəmxanlı deputat ola-ola deyir ki, mən deputatam, Milli Məclisə gedirəm, xəbərim yoxdur, görürəm ki, artıq qanun qəbul olunub. Deməli, qanunları deputatlar qəbul eləmir, onu dilə çıxır. Sabir bəy burada demək istəyir ki, qanunları əslində biz qəbul eləmirik. Qanunları artıq başqa bir qurum qəbul edir. Biz sadəcə imza atırıq. Sadəcə qol çəkirik. Notarius funksiyasını yerinə yetiririk. Bəli, Sabir Rüstəmxanlı burada da üstü örtülü məhz bunu demək istəyir. Yəni, bütün bunlardan sonra bir daha bundan əvvəl bizim etdiyimiz tənqidlər, parlamentin legitimliyinin şübhə altında olması, parlamentə seçilən deputatların xalqı təmsil etməməsini siz parlamentin mətbəxindən çıxan Sabir Rüstəmxanlının dili ilə də bir daha təsdiqini tapdınız.